Allah Resulü Aleyhisselatü Vesselam buyurdu ki, El-Muslimu əxul muslim, Müsəlman müsəlmanın qardaşıdır, la yazlimuhu. Ona heç vaxt zülm eləməz. Yəni, onun haqqını yeməz. Allah Azze ve Celle hadisi Qudüsdə buyurur ki, Ya ibadi inni harramtu zulma ala nəfsi və ca'altu beynekum muharrama, fələ təzalamu. Ey mənim qulları, mən zülmü öz nəfsimə haram etmişəm və eləcə də onu sizin aranızda haram qıldım. Elə isə bir-birinizə zülm eləməyin. Ona görə müsəlmana vacib olan odur ki, müsəlman qardaşı ilə necə müamilə etsin? Bil-adli vəl-ihsan. Ən azı ya ədalətlə, ya da ədalətdən də yuxarısı ihsan, yəni fəzilət. Və adildən də yuxarı ihsanı, daha yaxşı davranmağa əmr edir. Bu bütün məsələlərdə belədir, hətta adi salamda belə. Məsələn, biri gəlir, deyir ki, Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Cavabında deyir ki, və aleykumussalam. Haqqını ödədi, ödəmədi. Bu hətta salamda zülm məqamıdır. Zülm elədin. Haqqını vermədin axı. Müsəlman üzərində haqqı nədir? Raddüssəlam. Bu raddüssəlamdır? Yox. Ona görə ayədə nə gəlir? Və izə huyyitum bi tahiyyətin, sizə salam verildikdə ya daha gözəli ilə, ya da eynisi ilə qarşılıq verin. El-muslimu əxul muslim la yazlimu. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz və la yaxzulu. Və həmçinin onu yardımsız da buraxmaz. İn kana qadiran. Əgər buna gücü çatırsa, yəni gücü çatdığı halda müsəlman qardaşını yardımsız buraxması icazəli deyil.